Ordubad şəhərinin məhəllələri quruluş etibarı ilə orta əsrlər şəhərciyini xatırladır. Bura ilk dəfə daxil olan insanlar bir anlıq özünü 18-ci əsrin ab-havasında hiss eləyir. İnsanlarda bu duyğunu yaradan əsas amillər sırasında isə bu məhəllələrin qədim divarları, giriş qapıları, tağları, eləcə də yaşayış evlərinin bu gün də qorunub saxlanılan özünə məxsus qapılarıdır. Ordubadın Azərbaycan memarlığında öz yeri var. Şəhərin qədim məhəllələrinin dörd bir tərəfdən əhatə edən qədim giriş qapıları, tağlar da bu tarixi özündə yaşadır. Sakinlərin dediyinə görə qədimdə bu qocaman tağların əhatə etdiyi giriş qapıları bu qədim məhəllələri düşmən üçün keçilməz edib. Sevindirici haldır ki, mühafizəkar Ordubadlılar bu qədim tikilləri qoruyub saxlayırlar. Bu tağlar məhəlləyə giriş qapıları əvvəl uçulub, tökülmüşdü. Biz də bunu 1981-ci ildən, 80-cı ildən sonra bərpa etmişik. Bu tağlar da bizim dinimizi, qədimliyimizi və bunun hardan əmələ gəldiyini, məsələn deyirəm, bu qanunları qoruyub saxlamaq üçündür. Bu qapılar da keçmişdə, məsələn, qapıları olub. Bu qapılardan şəhərə, məsələn, qədim dövrlərdə indi hansı bir dövlətin, hansı bir məhəllənin basqını olarsa, bu qapılardan keçə bilməzdilər. Min illərin yadigarı olan əzəmətli çınarlarla boy-boya verən böyük giriş qapılarının əksinə olaraq isə yaşayış evlərinə giriş taxtadan hazırlanmış kiçik qapılar vasitəsilə mümkün olub. Müasir dövrdə Ordubadda bir çox evlərin girişində bu cür qapıları görmək mümkündür. Bu tikililərin hər birinin özünə məxsus xüsusiyyətləri var ki, bu ərazi ilə bağlı qədim düşüncəni özündə ehtiva edir. Və bu baxımdan evlərdəki qapıları biz misal göstərə bilərik ki, qapıların istər quruluş forması, istər onun üzərindəki naxışlar həqiqətən də əraziyə məxsus düşüncəni, həm dini, həm də köklü qədim türk düşüncəsi ilə bağlı olan əxlaqi dəyərləri özündə ehtiva edir. Və o cümlədən qapıların çərçivəsi, qapıların yerləşməsi, qapıların rəngi də əraziyə məxsus düşüncələrlə birbaşa bağlı olur. Ordubadın tarixi qapıları bölgənin memarlıq üslubuna uyğun olaraq tağ şəkilli formadadır və əsasən taxtadan hazırlanır. Bu qapılar həm də həddindən artıq ağır olması ilə fərqlənir. Qonaqpərvər Ordubadlıların özünə məxsus adət-ənənələri çoxdur. Belə maraqlı adət-ənənələr Ordubadlıların yaşadığı evlərin qədim qapılarında da öz əksini tapır. Heç bir yerdə rast gəlməyəcəyiniz bu qapıların üzərindəki ünsürlərin hər birinin öz mənası var. Qapıların üzərindəki dəmir bəzəklər həm də onun möhkəmliyini təmin edir. Bundan daha maraqlısı isə müasir elektrik zəngi funksiyasını yerinə yetirən digər iki dəmir qurğudur. Bunlar taqqılbab və zəncilbab adları ilə qorunub saxlanılır. Salam Ağsaqqal. Hoş gəlmişsiniz. Çox sağ olun. Qonaq qəbul edirsiniz. Çox sağ olun. Qurbandır hər şey. Çox sağ olun. Ağsaqqal, sizin bu qədim qapılar maraqlı gəldi. Dedik bir qapınızı döyək. Görək bu qapının üzərindəki bu atributlarla bağlı nə deyə bilərsiniz? Bunlar nədir? Bu atributlarla demək qədimdən iki döyməsi olub. Bu qadın üçün döyülmə, bu da kişilər üçün. Demək, qapı döyüləndə evdə bilirmişlər ki, kişi çıxmalıdır, yox qadın. Səsindən agah olunur. Səsindən. Fərqli səsdir. Fərqli səsdir də burada. Bu ailədir bura. Həmin taqqılbabla və zənciribabla bağlı olaraq xalq arasında yenə də qədim düşüncəni özündə ehtiva edən folklor örnəkləri, şifahi sözlü yaddaşda möhkəmcə qorunub saxlanılır. Məsələn, lətifələr var bu barədə, poetik nümunələrdən olan bayatılar var, alqışlar var, qarğışlar var ki, hansı ki, həmin o etnoqrafik dəyəri özündə əks elətdirir. Bu da xalqın düşüncəsində qədim əxlaqi dəyərlərə hörmətini, ehtiramını özündə əks elətdirir. Beləliklə, Ordubadın zəngin tarixinə təkcə onun tarixi memarlıq abidələri, kəhrezləri, məscidləri, çinarları deyil, həm də qədim qapıları şahidlik edir. Telman kişinin üzümüzə taybatay açdığı evinin giriş qapısı nəinki bizdən, elə onun özündən də yaşlıdır. Bu qapının təqribən nə qədər yaşı var? Nə vaxtdan qalmadı? 1919-cu ildə tikilib, 100 yaşı keçib, Bəli. bir əsrdən sonra. Hazırda 1919-cu ildə tikilmiş binadır.
deyənə 105 yaşı var. 105 yaş var. Bu qapılar bölgənin ən mühüm simvollarından sayılır. Əbəs yerə deyil ki, turistlərin də diqqətini xüsusi cəlb edir. Ordubad Dövlət Tarix Mədəniyyət Qoruğunun yaradılması bu qədim diyara daha çox turist cəlb edəcək. Bu qocaman çinarlar, bu dumduru kəhlizlər, bu tarixi məhəllələr kimi bu qədim qapılar da hələ çox insanı heyran edəcək. Royal Məmiyev, Atabey Səyyad, Emin Novruzov, NTV Xəbər.